məhbubu mənim vətənimdir, vətənimdir, vətənim. Dəniz həmin dənizdir, sular həmin sular. Ancaq sahil o sahil deyil, sahildə qalan izlər o izlər deyil. Köhnə illərin suları köhnə izləri yuyub aparıb. Ancaq yaddaşlar, yazlar köhnə illərin köhnə xatirələrini yaşadır. Gərək el eləyək ki, onlar itib batmasın. Müşfiqin o məşhur şeiri hər birinizin yadındadır. Yenə o bağ olaydı. Şair bir şeiri qələmə alırsa, onun arxasında mütləq tarix var. Və yenə o bağ olaydı şeiri də onun arxasında bir yay durur. Onun arxasında bir bağ durur. Onun arxasında bir sahil durur. O sahildə izlər qalarmış. Həmin yaydan, o yaya sığınan bağdan, o bağın olduğu sahildən, o sahildə qalan izlərdən yarım əsrdən artıq bir müddət keçirkən taley elə gətirdi ki, məni o bağa qaytardı. Yəni birbaşa yox, xəyalən. 1936-cı ilin yayında Pirşağıdakı bir bağa Azərbaycanın ən işıqlı ziyalıları toplaşarlarmış. Azərbaycan şeirinin, Azərbaycan ədəbiyyatının parlayan yeni ulduzları. 1936-cı ildə hələ o yerlərdə, kəndlərdə tək-tək evlərdə radiolar varmış. Ancaq o cavanlar bir yerə yığılanda o həyət, o bağ dönüb olurmuş elə bir teatr səhnəsi kimi. Deyib gülürlərmiş, zarafatlaşırlarmış, başlarına gələn macəraları söyləyirlərmiş və yeni əsərlərini oxuyurlarmış. Sonradan qəzetlərin, jurnalların səhifələrində, kitablarda çıxacaq o şeirləri onlar həmin bağda, həmin yayda ilk dəfə dinləyirlərmiş. 36-cı ilin yayı idi, elə əvvəlki yaylara bənzəyən bir yay. Bu cavan qələm sahiblərinin hamısı elə əsrin əvvəllərində doğulanlar idi. Əsrin sonunda doğulanlar da vardı. Həyat, yaradıcılıq yolunu yeni başlayan cavanlar idilər. Hamısının dolanışığı kasıb yanaydı, ancaq onların hər biri mənəviyyatca çox zəngin insanlar idilər. Bu bağa Mikail Rızaquluzadə gələrdi, Məmməd Arif gələrdi, Sabit Rəhman gələrdi. Həmin bağa Müşfiq Dilbəri ilə gələrdi. O bağda Rəsul Nigarı ilədi. Həmin bağda Ənvər Məmmədxanlı bacıları ilə birgə idi. O çağın, o xoşbəxt yayın söz-söhbəti efir boşluqlarında əriyib bitirdi. Zaman keçəndən sonra həmin bağdakıların çoxu da artıq həyatda yox idi. Ancaq mənə qismət oldu ki, o bağa gedib gələnlərin neçəsi ilə görüşdüm. Unudulmaz tarixçi alimimiz vardı, Oktay Əfəndiyev. Həmin bağa gedib gəldiyi günlərin xatirələrini söyləyirdi. Böyük yazıçımız Ənvər Məmmədxanlı o yayla, o bağla bağlı bir çox xatirələrini mənə söyləmişdi. Ancaq söylədiklərindən əlavə onun vəfatından sonra mənə gəlib çatan gündəlikləri vardı. İlk gəncliyindən, yeniyetməliyindən 1927-ci ildən etibarən yazmağa başladığı və ömrünün axırınacan davam etdirdiyi gündəliklər. Həmin günlərin də xatirələrini, yaddaşlarını gün-gün vərəqlərdə əks elətdirib. Ənvər Məmmədxanlının bacıları Həbibə xanım, Arifə xanım o yayla bağlı illər boyu mənə çox xatirələrini söyləyiblər. Turan xanım, Hüseyin Cavid yadigarı, o bağa gedib gələnlərdən biri idi. Onun da yadında çox şeylər qalmışdı. O da söyləyirdi. Müxtəlif vaxtlarda bunları söyləyirdilər. Mən də illər ötəndən sonra bütün bunlar yaddan çıxmasın deyə ya maqnitofonun yaddaşına köçürürdüm o söylənənləri, ya da dəftərlərində qeydlər aparırdım. Günlərin birində gördüm ki, elə həmin bağın içərisində, o yay günlərində elə mən özüm də orada olmuş kimiyəm. Çünki o qədər xırda təfərrüatlardan agah idim ki, sanki həmin hadisələrin içərisində olmuşdum. Unudulmaz rəssamımız Altay Hacıyevə günlərin birində bunları danışdım. Rica elədim ki, həmin yayı canlandırsın. O da 1936-cı ilin yayındakı Pirşağı bağını.
O bağı ki, ora Müşfiq gələrdi, Əhməd Cavad gələrdi, Rəsul Rıza oradaydı, Ənvər Məmmədxanlı oradaydı, Sabit Rəhman oradaydı, Məmməd Arif oradaydı. O çağın digər ulduzları hər axşam bir yerdəydilər. Təsvir edən bir rəsm əsəri yaratdı. Ancaq rəsm əsəri öz yerində mənim istəyim bu idi ki, həmin günün içərisindəki o insanlar danışsınlar. Bir yazı yazım ki, onların canlı səsi də bu yazının içərisindən gəlsin. Və indi artıq xeyli uzaqda qalmış 1980-ci illərin sonlarında Birgəliyin Son Yayı adlı bir yazı da yazdım. Və həmin yazıda bircə kəlmə də yox idi ki, mən onu ora özümdən artırmış olam. O yayda, o bağda nələr danışılmışsa, hamısını sözbəsöz yazmışdım. Sadəcə bu əhvalatlar, bu sözlər o yayın müxtəlif günlərinə səpilmişdilər. Mən ayrı-ayrı günlərə səpilmiş o xatirə qırıqlarını bütöv olsunlar deyə bir neçə yay gününün içərisinə sığışdırmışdım. Və bu həqiqətən Birgəliyin son yayı idi. Heç birinin öz bağı yox idi. Bəzilərinin heç Bakı şəhərində evi də yox idi. Yay gəlincə hərəsi Bakı kəndlərində bir ev, bir bağ kirayələyirdilər. Çalışırdılar ki, axşamları bir yerə yığılsınlar deyə eyni kənddə olsunlar. Həmin yayda Rəsul Rızanın ailəsi ilə birlikdə Pirşağıda kirayələdiyi bağ digər bağların hamısından daha yaxşıymış. Ona görə də axşamlar Rəsul gilə yığışarlarmış. Ənvər Məmmədxanlıgilin götürdüyü bağsa lap yaxındaymış. O da kifayət qədər böyükmüş, ancaq hər axşam Rəsulgilin həyətində yığışarlarmış. Bir neçəsi isə elə Müşfiq də, elə Sabit də, elə Arif də şəhərdən gəlirlərmiş. Yəni burada hər gün olmurlarmış, ancaq o yayın şahidləri bunu söyləyirdilər ki, elə təxminən gün aşırı bir yerdəydilər. 1936-cı ildən sonra 1937-ci il gələcək. Yeni yay olacaq, o yaydan sonra payız gələcək, payızdan sonra qış gələcək. Daha onlar heç vaxt bu yaydakı kimi bir yerdə ola bilməyəcəklər. 1937-ci il iyunun 3-də Azərbaycan Kommunist Bolşeviklər Partiyasının nəhs 13-cü qurultayı keçiriləcək. Amansız qəddar Mircəfər Bağırov orada məruzə ilə çıxış eləyəcək. Məruzənin içərisində bir çox şairlərin, yazıçıların adlarını artıq birbaşa xalq düşməni kimi çəkəcək. Bir neçə gün sonraya saxlamayacaqlar. Elə həmin gecə, iyunun 3-dən 4-ünə keçən gecə həbslər başlanacaq. Sonra talilə gətirdi ki, o bağa toplaşanların, 1937-ci ilin yayında bir-bir aradan götürülənlərin, həyatdan qoparılanların əksərinin cinayət işləri ilə, dırnaqarası cinayət işləri ilə, onların cinayəti nədən ibarət idi ki, şeir yazırdılar, sevirdilər, vətənə məhəbbət bəsləyirdilər, Azərbaycanın gələcəyinin daha gözəl olmasını istəyirdilər. İndi mən təsəvvür edirəm ki, o insanlar qalsaydı, yaşasaydı, yazıb yaratmaqda davam eləsəydi, Azərbaycan necə gözəl olardı. Hər halda Azərbaycan fərqli bir Azərbaycan olardı. Bizim sonradan sahib olduğumuzdan qat-qat qüdrətli, qat-qat işıqlı bir Azərbaycan. 1937-ci ilin yayında onları pərən-pərən saldılar, bir-bir dənlədilər. O yayda Rəsulla Nigar həmin bağda birgə idilər. Çünki 1930-cu illərin əvvəllərində ilk dəfə görüşmüşdülər, tanış olmuşdular, aralarında çox isti münasibətlər yaranmışdı və 1934-cü ildə evlənmişdilər, lakin toyları olmamışdı. Toyları 1936-cı ilin yazına təsadüf elədi. Sonradan həmin toyu hər halda həyatlarındakı o səadətli günü həmişə kədərlə xatırlayırlarmış. Kədərlə xatırlayırlarmış ona görə ki, əgər fotosu çəkilmiş olsaydı, sonra o şəkilə baxsaydılar, amma hər halda o şəkil onların yaddaşında, beynində hər zaman var idi. Görünərdi ki, həmin toydakıların qafiləsi elə o yay dağılmağa başladı. Qara yellər əsdi, vaxt səmumları Azərbaycanın bu parlaq gəncliyinin, Azərbaycanın bu işıqlı ziyalılığının ömründən bir zaval kimi keçdi. Onları darmadağın etdi. Amma hər halda onların ömründə həmin yay əbədlik qaldı. Birgə olduqları üçün də özlərini xoşbəxtlərin xoşbəxti hiss etdikləri həmin 1936-cı ilin Pirşağıdakı bağ yayı.
İndinin Abşeron bağlarıyla 20-ci yüzyılın 30-cu, 40-cı, 50-ci illərinin Abşeron bağlarının fərqi çoxdur. İndi bağların hamısını hündür hasarlar bürüyüb, heç dənizi görmürlər. O vaxtlarsa bağların nəinki hasarları, bir çoxunun heç kəpərləri olmazdı. Bu bağla o bağın sərhəddi elə gözəyarı şərti müəyyənləşərdi. Yəni əslində bu bağlar sırası bütün Abşeron hamının ortaq bir evi kimi idi. Pirşağının 1936-cı ildəki o unudulmaz yayında həmin bağa adətən axşamüstülər toplaşardılar. Ənvər Məmmədxanlının anası İmmi xala samavar qalyardı. İmmi xala bu bağlardan söhbət düşəndə həmişə deyinərdi ki, abalam, bunların siz nəyinə bağ deyirsiniz? Bağ o yerə deyərlər ki, orada ağaçlar olar. Burada ağac filan zat yoxdur. Bir neçə meynə var, onlar da yerə sərilib. Gün əyləndə İmmi xala samavar qalyarmış, asta-asta qonşu bağlardakı yazıçılar gələrlərmiş. Bir qədər keçəndən sonra Bakıdan maşın tapanlar da 1 saat, 2 saat fərqlə yetişərlərmiş. Qaş qaralanda dəstə cəm olarmış, ancaq söz-söhbət elə 1-2 nəfər gələndən sonra başlayarmış. Ənvər Məmmədxanlının bacısı Həbibə xanıma öz aralarında Həbəş deyərlərmiş. Bu bir tərəfdən Həbibə sözünün kiçiltmə, əzizləmə şəkli idi, amma digər tərəfdən də Həbibənin özünün rənginə işarə vardı orada. Həbibə də, bacısı Arifə də nisbətən qarabuğdayıymışlar. Və o bağın xatirələrinin, xırda-xırda cizgilərinin çoxu da Həbibə xanımın möhkəm yaddaşında qalmışdı. Həbibə xanım Hüseyin Cavidin qızı Turan xanımla yaxın rəfiqə idi. Aralarındakı bu səmimiyyət, bu məhəbbət ömürlərinin sonuna qədər davam etdi. Həbibə xanım da, Arifə xanım da, Turan xanım da mənə söyləyərdilər ki, o bağa 1936-cı ilin yayında adətən axşamlar hamıdan tez gəlib çatan Müşfiq olardı. Müşfiq o çağlarda artıq Dilbər xanımla evli idi. Ancaq deyirlər ki, adətən tək gələrdi. Dilbərlə bircə dəfə gəlməsini mənə rəhmətlik Oqtay Əfəndiyev danışmışdı. Dəqiqliyi ilə təsvir eləyirdi. Deyir, bir yük maşınının kuzovunda gəlmişdilər. Əlbəttə, maşının filanın az olduğu çağlardı. Elə o vaxtlar bir yerdən başqa yerə gedəndə adətən yük maşınından istifadə eləyərdilər. Oqtay müəllim danışırdı ki, əvvəl Müşfiq özü atıldı yerə, sonra çox zərifliklə Dilbərin əlindən yapışdı, onu endirdi maşından. Dilbərin o bağa gəlməsi tək bircə dəfə onda olmuşdu, amma adətən Müşfiq tək gələrmiş. Yenə o bağda elə həmin yayda Müşfiq yenicə gəldiyi çağlarda Ənvər Məmmədxanlı ilə söhbətə başlayır. Ənvər də deyir ki, hazırlaşıram Moskvaya kinematografiya institutuna getməyə. Müşfiq qayıdır ki, ay Ənvər, sənin Moskvada nə işin var? Ananı burada qoyub Moskvaya niyə gedirsən? İmmi xala qayıdır ki, mənə nə olacaq ki, burada bu qədər qohum-əqraba var, qoy getsin, oxusun. Müşfiq qayıdır ki, yox, mənim anam olsaydı ondan bircə dəqiqədə aralanmazdım. Müşfiq anasını erkən itirmişdi. Bu niskil onda həmişə varmış. Onu tanıyanların, görmüşlərin neçəsinin dilindən bunu eşitmişdim. Həbbə xanımsa danışırdı ki, elə o yayda, o bağda hərdən İmmi xalanı qucaqlayırmış, başını qoyurmuş onun sinəsinə, qayıdırmış ki, nə gözəldir ana sinəsi. Həbbə xanım, Arifə xanım bunu da söyləyirdilər ki, biz anamıza cici deyərdik. Ancaq Müşfiq bizim anamıza elə ana deyə müraciət eləyərdi. Tək bu bağa yox, elə Ənvər Məmmədxanlıgilin içəri şəhərdəki evinə də gələrmiş. Elə o bağda olan kimi hərdən qucaqlayarmış o İmmi xalanı, başını qoyarmış onun sinəsinə. O ana xiffəti həmişə Müşfiqlə bir yerdəymiş, şeirlərində də qalıb. Ancaq belə xəfif qüssə qarışıqlı günlər o bağda nadir hallarda olardı. Saatları daha çox şən zarafatlarla, şaqraq gülüşlərlə dolu olarmış. Həbibə xanım o yayın daha bir anını yada salırdı. Deyir, Müşfiq yenə axşam idi, gəlmişdi, mən də əlimdə kitab oxuyurdum. Araladı, baxdı kitabın bir neçə vərəqinə, sonra üzünü çevirdi, yəni görsün ki, nə oxuyuram, aralandı, getdi. Üstündən bir qədər keçəndən sonra artıq Mikail Rızaquluzadə də gəlib, Sabit Rəhman da gəlib, Məmməd Arif də buradadır, digərləri. Müşfiq ətrafdakılara üst tutub dedi ki, bilirsiniz dünyadakı ən bədbəxt adam kimdir? Rasulullah dərhal qayıtdı ki, ən bədbəxt olmaz, burada ənə ehtiyac yoxdur, elə bədbəxt, bədbəxtdir.
Müşfiq israr etdi. Yox, ənə ehtiyac var. Məhz mən soruşuram ki, ən bədbəxt adamın kim olduğunu bilirsiniz? Heç kim dillənmədi, yenə Rəsul qayıtdı ki, biz bilmədik. Özün də görək, sən dünyada ən bədbəxt adam kimi hesab eləyirsən. Müşfiq də tərəddüdsüz dərhal qayıtdı ki, dünyadakı ən bədbəxt adam Həbəşdir. Rəsuluza dərhal çımxırdı ki, çaşmısan ha? Ənvər də o əndən qayıtdı ki, ay Müşfiq, Həbbə niyə bədbəxt olur ki? Deyir, ona görə bədbəxtdir ki, Dünya Qopur oxuyur. O vaxtlar Əbülhəsənin Dünya Qopur romanı təzə çıxıbmış. Məmməd Arif dərhal o əndən etiraz edir ki, niyə elə deyirsən, niyə bədbəxt olur ki? Çox yaxşı romandır, mən oxumuşam. Sabit Rəhman da təsdiqləyir ki, əla romandır, neçə nəfər də oxuyub tərifləyir. Müşfiq dillənir ki, yox, siz bilmirsiniz. Mənim Əbülhəsənə, onun Dünya Qopur romanına belə münasibətimin səbəbi var. O gün Azərnəşirdə bir toplantı idi. Dünya Qopur romanını xeyli tərifləmişəm. Cəmaat dağılışandan sonra Əbülhəsənə deyirəm ki, gərək mənə bir qonaqlıq verəsən, gör, səni orada nə qədər təriflədim. Əbülhəsən soruşdu ki, romanı bəyənmisənmi? Dedim, bəli, bəyənmişəm. Bəyənməsəydim tərifləməzdim ki. Dedi, yaxşı da onda qonaqlığı mən niyə verirəm? Yaxşı roman oxumusan, yaxşı roman yazmışam, onda qonaqlığı sən ver. Və bu yerdə Əhməd Cavad cibindən vərəqlər çıxarır. Deyir ki, Otellanı tərcümə eləmişəm və başlayır Otellodan parçaları oxumağa. O gün, o axşam, o bağda Əhməd Cavadın Otellodan etdiyi gözəl tərcümələri dinləyəcəklər, valih olacaqlar və bunu söyləyəcəklər də. Ancaq nə Əhməd Cavadın özünə, nə də o bağda o tərcümələri Əhməd Cavadın öz dilindən dinləyənlərə qismət olmayacaq ki, o tərcümələri ayrıca bir kitab şəklində görsünlər. Tərcüməyə qulaq asdıqca kimsə dillənəcək ki, bax, bədbəxt deyirsiniz. Ən bədbəxt elə Otellodur ki, var. Beləcə onların bu bağdakı hər saatı, hər dəqiqəsi şeirlə doluydu. Cavanlar bir-bir yığışmağa başlayanda hər gün İmmi xala evə girər, palaz ya xalça gətirib yerə salarmış. Həmişə deyinərmiş ki, mən başa düşmürəm bu cəmaatda nə adətdir. Qumun üstündə uzanırlar, otururlar. Əyləşərmiş xalçanın üstündə, hərəsi bir mütəkkiyə söykənərmiş, çay gələrmiş. Qaranlıq qatışınca ay çıxarmış, ay sanki başqa vaxtlardan da daha iri görünərmiş. Ay çıxınca müşfiq qaydarmış ki, yenə göyün çırağı yandı. O oturmaqla adətən Arifə xanım da, Həbbə xanım da deyirdi ki, ta 2-yəcən, 3-əcən birgə olardılar. Göyün ay çırağı yanırdı, ürəkləri də, dodaqları da şeirli idi, birgə idilər və xoşbəxt idilər. 1988-ci ilin oktyabr ayı idi. Ürəyi infarkt çapıqlı Həbibə xanım Məmmədxanlı ilə əyləşmişdik. Televiziyada veriliş gedirdi. Müşfiqin 80 illiyinə həsr olunmuşdu. Həbibə xanım köks ötürdü. Yadına yenə həmin yayı salmışdı. Dedi, nə xoşbəxt yay idi. Heyf oldu getdi. Yenə o bağ olaydı. Yenə yığışaraq siz o bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, sizə qonşu olaydıq. Səni tez-tez görəydim, qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham yazaydım səhər-axşam. Arzuya bax sevgilim, tellərindən incəmi, söylə ürəyincəmi.
Bu şehir de orada, o yayda, o bağda yaranacaq. Ancaq o bağda, o yayda axşamlardan birində müşfiq, kədərli, hər kəsi düşündürən bir şeirdə oxuyacaq. 1936-cı ilin yayı idi, hələ hamısı bir yerdə idilər, ancaq bir Kof da hamısının içərisində vardı. Çünki ətrafı görürdülər, çünki qəzet jurnalı oxuyurdular. Görürdülər ki, qəzetlərdə çıxan bir çox məqalələr elə müstəntiqlərin apardığı istintaqlar kimidir. Çünki görürdülər ki, tənqidçilərin, ayrı-ayrı şairlərin, yazıçıların bir başqa qələm dostu haqqında yazdıqları sadəcə bir məqalə deyil, elə bir ittihamdır. Sanki onların hər biri bir tənqidçi, ədəbiyyatçı kimi deyil, elə prokuror kimi danışır. Əlbəttə onların heç biri bir il sonra, 2 il sonra baş verəcək müthiş faciələri heç ağıllarına gətirmirdilər. Amma hər halda bir vahimə olmamış deyildi. O xofun, o vahimənin təsiri nəticəsi idi ki, 1936-cı ilin zahirən o xoşbəxt Pirşağı yayında, bəxtiyar gecələrdən birində Müşfiq bu şeirində oxumuşdu. O şeirini ki, cavan Müşfiqin qələmindən, ürəyindən qopub gəlirdi. Duyğu yarpaqlarındakı bəndlərdən biri idi və üstündən bir müddət keçəndən sonra Müşfiqin öncə görməsi kimi təsəvvür ediləcək. Sanki öz taleyini öncədən görürmüş kimi, yazdığı kimi ağlı gələcək. Ah, mən gündən günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Əlbəttə, xoşbəxtliklə daşan günlərdən, anlardan ayrılmaq çətindir. Bunu şair idi, bir söz olaraq deyirdi. Təsəvvür eləyərdim ki, yazdıqları elə öz başına gələcək. Yazdıqları ətrafına toplaşmış bu insanların hamısının taleyinə çevriləcək. Və onlar sadəcə yaradıcılıqdan, sevdikləri kağız qələmdən ayrılmayacaqlar. Onları həyatdan da qoparacaqlar. Ancaq Pirşağı bağında 1936-cı ilin yayında birgəliyin o məsud günlərində belə-belə qüssəli şeirlər arada tək-tək səslənərdi, ötüb keçərdi. Çünki həmin anların içərisi fərəhlə, sevinclə, gələcəyə böyük ümidlərlə daşırdı. Sinədəftər Müşfiq o axşamların hər birinə təzə şeirlər də gəlirmiş. Yenə həmin o bağda, o yayda söylədiyi sözlərdəndir. Bunu da Həbbə xanım xatırlayırdı ki, o axşamlardan birində Müşfiq dedi ki, Abşeronun çox bağlarında olmuşam, ancaq buradan çox ürəyimə yatanı yoxdur. Gələn ildə çalışacağam ki, bura gəlim, bu bağın qonşuluğunda bir bağ tutum. Hətta bağ tuta bilməsəm, gəlib bu həyətin içərisində bir çadır da olsa qurub burada qalacam. Bu arzu qeyri-adi bir arzu deyildi, əlçatan istəyi idi. Bu yayla o yayın arasında nə idi ki? Ancaq bu yayla o yayın arasında, bu illə o ilin arasındakı məsafə əbədiyyət qədər uzaqmış. 1936-cı ilin o xoşbəxt yayında bu bir sirri xudaydı, kimsəyə bəlli deyildi və Müşfiq həmin gecələri öyən təzə şeirini oxuyurdu. Bu gecə nə qədər xoş gecədir, bir qara qız kimi tellicədir. Yer işıq, göy işıq, hər tərəf yaraşıq, sevgilim dayanma, sahilə gəl. Seyr elə gəl, ulduzlar ətrafa nur səpələr. Bir bölük uşaqdır şən ləpələr, onların əlində top kimi ay, sevgilim başında al kəlağay. Sahilə gəl, seyr elə gəl, bu fürsət əlinə düşməz bəlkə də, hər tərəf kölgədə, kölgələr işıldar, yarpaqlar xışıldar. 1994-cü il idi və 1994-cü ildə mən 1936-cı ilin həmin yayının tən ortasındaydım, həmin Pirşağı bağındaydım. Çünki bələdçim vardı, çünki şahidim vardı, çünki körpüm vardı. 1994-cü il idi, Arifə xanım Məmmədxanlı ölüb yatağındaydı. Danışırdı və mən söhbətlərini lentə alırdım. O ölümün astanasındaydı. Yaxınlar bunu hamımız bilirdik. Çünki xərçəngə tutulmuşdu. Sayılı aylarımı, həftələrimi, günlərimi qalmışdı. Ancaq onu danışdırırdım 1936-cı ilin yayından sanki sifəti işıqlanırdı. Sanki bayaqdan zariyan səsinin ahəngi də dəyişirdi. Qayıdırdı o illərin içərisinə.
Müşfiqin gedişinin labüdlüyünü törədən siyasi tələlərdən savayı bir başqa mühüm səbəb də vardı. Paxıllıq. Müşfiq istedadlı idi, amma həm də talantlı olduğunu gizlətməyən idi. Bu isə paxılları daha da yandırırdı. Və Müşfiqə qarşı mübarizə, onun ayaqları altında yoxluq uçurumunun qazılması 37-dən çox qabaq, hələ 1930-cu illərin əvvəllərindən başlanmışdı. Ağa Hüseynin məsul redaktor olduğu Gənc İşçi qəzeti 1932-ci il 20 iyul sayındakı Müşfiq Sarsaqlayır ünvanlı məqaləsində belə yazırdı. Müşfiq konsertdə, pivnoyda, hətta orada-burada ağzına gələn tartan-partanı tullayır. O, həyasızlığı o dərəcəyə çatdırmışdır ki, qəzetə idarəsinə gələrək onu Cavadın Ay Qoduq sərlövhəli şeirini yaymaqda tənqid edən və haqqında yazan komsomolçu müəllim Yusif Şirvanı adam yerinə qoymur. Süleyman Rüstəmi heç bir şey hesab eləyir və qəzetimizin 17 iyul tarixli nömrəsində düşmən ağzına bolşevik yumruğu sərlövhəli məqalə yazan və onun cavadçılığını, cavad quyruğunda süründüyünü isbat edən Əsəd Əyyubiyə nümayişkaranə bir surətdə Əsəd xuliqandır deyə təhqir edir. Bu məqalə işarə verməsəydi, həmin qəzetdə 3 gün öncə örtülü ə imzası ilə dərc edilmiş məqalənin ayrı ə-əyə deyil, məhz Əsəd Əyyubiyə məxsusluğunu da qəti müəyyənləşdirmək müşkül olacaqdı. Vaxtında fərasətli insanları murdar neştərləri ilə incitmiş Əsədi indi kimdir tanıyan? 1940-cı illərdə onunla radioda işləmiş müasirləri xatırlayırlar ki, içkiyə bərk aludə bir adammış. Fəxr eləyirmiş ki, içməyinə mane olan arvadının əlindən pullarını elə arvadının jaketinin cibində gizləyir. Xanım da hər yeri axtarır, öz jaketinin cibinə baxmaq ağılına gəlmir. Gürrələnirmiş ki, inək kimidir, nə qədər içsə də gedib evinə çıxır. Bu mənəviyyatın, bu əxlaqın yiyəsi, tarixdəki ləpiri elə bu lilli çirkablı məqalələrdən ibarət olan, yəqin ki, ədəbiyyat söhbətlərində adı yalnız bu cızmaqaralarına görə də ikrahla yad ediləcək Əsəd Əyyubi, görün nə tutağan ədalarla kimləri qamçılayırdı. Belə yazırdı. Mübariz gənc işçi yenə məşhul olmayan bir həqiqətin damarını sıxdı və sıxılıb partlayan damardan ortaya bir damla pis qan töküldü. Müşfiq və cavadçılıq. Müsavatın almasına da, yıldırımına da lənət. Müsavata həsrət çəkən almaz yıldırıma da. Onu Bakıda, Xızıda, Dağıstanda, Aşqabadda maskalayanlara da lənət. Müşfiq müsavat quyruğunda mıdır, müsavatçı mıdır? Müsavat quyruqçuluğu və müsavatçılıq inqilaba düşmənçilik və ümumən düşmənçilikdir. Diqqət eləyin, NKVD Müşfiqi 1937-də düşmən elan edəcək. Əsəd Əyyubi NKVD-ni 5 il qabaqlayır. Müşfiqlə necə rəftar etməyin yolunu da göstərir. Belə yazırdı. Biz bu cəbhədə qəti vuruş, döyüş hərbinə keçməliyik. Bu müsavata da, cavada quyruq eləyənlərə də zərbə fəqət bizim üçün əzici, qurtarıcı bir zərbədir. Çünki biz bu zərbə ilə müşfiqi sapqınlardan qorumasaq belə, müşfiqləri qurtaracağıq. Məkirli məntiqi aydındır. Yəni müşfiqi məhv edək getsin ki, daha belələri yaranmasın, daha müşfiqlər meydana gəlməsin. Sabah xüsusi xidmət orqanlarını müşfiqləri zindana atmaq üçün uzun düşünməyə, artıq zəhmət çəkməyə lüzum yoxdur. Elə bu qəzetləri vərəqləmək, bu imza sahibləri ilə görüşərək onlardan məqalələrinə oxşar danoslar istəmək bəs idi. Tələb olunandan 5 qat artığını verməyəcəkdilərmi, verməyiblərmi?
Müşfiqin 1937-ci ilin iyununda açılmış cinayət işində yer alan müxtəlif dindirmə protokollarından kəsiklər nə qədər yırtıcı, nə qədər ev yıxandırsa da, insanı 1930-cu illərin əvvəllərində dərc olunmuş yazılardakı deyişlər qədər ağrıtmır. KGB zirzəmisində başı cəllad baltası altında olan Məmməd Kazım Ələkbərlinin Müşfiqi əks-inqilabçı, faşist ovqatlı ünsür, elə həmin cür işgəncə altında olan Böyükağa Talıplının Qudurğan millətçi adlandırması, KGB agenti olan tanınmış şair və yazıçıların Müşfiqin hansı gün, hansı məclisdə, hansı antisovet ifadələri dilinə gətirməsi barədə xəbərçilikləri, Müşfiq şeirlərini antisovetizm nöqteyi nəzərindən təhlil və ifşa edən qara oponentlərin məxfi ekspert rəyləri, yaxud azadlıqda gəzən, vaxtilə Müşfiqlə dostluq, əməkdaşlıq etmiş, indi adını çəkmək istəmədiyimiz adları hər kəsə bəlli olan bir neçə şairin əlavə məktub arayış yazaraq onu alçaq, xəyanətkar kimi qiymətləndirməsi, hətta yenə adını çəkmək istəmədiyimiz bir başqa şairin Müşfiq tutulan ərəfələrdə dərc edilən Müşfiq üçün kəfənə bərabər məqaləsi bəlkə də bir təhər başa düşüləndir. Bəli, ən dar macalda da o cür deməyib, o cür etməyən nadir qəhrəmanlar da olub. Amma belə cəsarət, iradə göstərə bilməyənlərin də hansı şəraitdə, hansı təzyiqlər altında o tövür danışdıqlarının, o təhər yazdıqlarının fərqinə varanda qınamağa insaf yol vermir. Axı Müşfiq özü də orada eyni böhtanları özünə atıb, silahlı üsyan ilə Şura hökumətini yıxmaq məqsədi ilə əks-inqilabı təşkilatın üzvü olduğunu, xüsusi tapşırıqla əsərlərində əks-inqilabi, antisovet ideyaları yaydığını güya boynuna alıb altında imza atıb. Ancaq hansı şəraitdə, hansı işgəncələr altında? Yazıçılar İttifaqının 1930-cu illərin əvvəllərindən qalan Ləçər iclaslarının protokollarını, söyüşnamələr adlanası stenoqramlarını, o dövrün Latayır mətbuatını, xatirələri safçürük edəndə, özlüyündə acıdan acı bir qənaətə gəlirsən ki, Müşfiqə 1937-ni hökumətdən daha əvvəl paxıl ətrafı qurubmuş. Heç 1937-ci ilin çəkiz tutatutları olmasa da, həmkarları onun axırına çıxacaqlarmış. Ən azı çərrədəcəklərmiş onu. 1937-ci ildən çox-çox sonralar da işıqlı insanlara bizlərdə həmin paxıllıq, gözü götürməzlik, qəlbi qaralıq mərəzinin davamını müşahidə edəndə, istər-istəməz pərişan olursan ki, axı bunlar niyə bitmir? Niyə o xəbislik qurtları candan tamam çıxıb bitmir? Axı hər misrası gözəllik saçan Müşfiq haqqında az öncə eşitdiyiniz o nifrinli sətirləri, ittihamı da ayrı bir məmləkətdən gələn, özgə bir xalqın, yad dinin və dilin təmsilçisi yox, özümüzünkilər eləmişdilər. Vaxt öz gedişindədir, yeni yazılar gələcək, gedəcək, yeni yaylar gələcək. Biz necə olacağıq, yeni müşfiqlərimizin aqibəti necə olacaq, onlara münasibətimiz nə qədər dəyişəcək? Bu yaz dostlarım biraz bəxtəvər olacaqlar, canciyər olacaqlar, biraz da uzaqlara açacaqlar yelkəni, ruh yeni, həvəs yeni, çıxacaqlar göyləri aşaraq dönə-dönə, bulutların fövqünə, uçacaqlar sabaha, uçacaqlar yarına, efir boşluqlarına. Hələ müthiş günlər, bayquş günlər ləşkərini onların üstünə çəkməmişdi. Hələ yamaqlı ayaqqabı geysələr də, cibləri boş olsa da, bəxtiyar olduqları əyyamlar idi. 1936-cı ilin yayı idi. Ənvər Məmmədxanlı geniş mənzilində tək yaşayırdı. Onun vəfatından sonra bacısı Həbibə Məmmədxanlı məşhur rəssamımız Tağı Tağıyevin həyat yoldaşı idi. Köçdü qardaşının evinə.
Həvva xanımın özünün ev eşiyi vardı, ancaq Ənvər müəllimin evinə köçməkdə məqsədi bir başqa idi. Dedi ki, istəmirəm ki, qardaşımın evinin çırağı sönsün. Ancaq qismət elə gətirdi ki, Həvva xanım da çox yaşamadı. Onun gedişindən sonra eyni istəklə digər bacı Arifə xanım köçdü Ənvər müəllimin evinə. O da həmin niyyətlə ki, Ənvərin ocağının işığı sönməsin. Bilirdim ki, əbədi ayrılıq astanasındayıq. Ənvər müəllimdən qalan müxtəlif məktubları, fotoları, yazıları qaldırırdım. Ötmüş günlərlə bağlı Arifə xanıma ayrı-ayrı suallarımı verirdim. Bilirdim ki, bunlar son imkanlardır. Gedəcək və daha şahid qalmayacaq. Bu sualları heç kimə verə bilməyəcəm. Bu sözlərin cavabını heç kəsdən soruşmaq macalım olmayacaq. Ona görə də 1994-cü ilin o xiffətli günlərində mən Arifə xanıma çox suallar verirdim. Ən çox da 1936-cı ilin o xoşbəxt Pirşağı yayından. İndiyəcən eşitdiklərimi, bildiklərimi bilirdim. Ancaq indiyəcən eşitdiklərimi, bildiklərimi tamamlaya biləcək tək bircə insan vardı, tək bircə şahid. Və söhbəti gətirib çıxarırdım yenə o bağ olaydı şeirinə. Çünki o şeirin qəhrəmanı gözümün qarşısındaydı. Gözləri həyat işığı ilə doludu. Ancaq özü uzanmışdı çarpayda, ölümlə həyatın arasındaydı. Yenə o bağ olaydı, yenə sizə gələydik. Danışaydıq, güləydik. Ürkək baxışlarınla ruhumu dindirəydin, məni sevindirəydin. Gizli söhbət açaydın ruhun ehtiyacından, qardaşından, bacından. Çəkinərək çox zaman söhbəti dəyişəydin, mənimlə əyişəydin. Yenə də bir vuraydı qəlbimiz gizli-gizli, sən ey əsmər bənizli. Sən ey əsmər bənizli deyir Müşfiq. Dilbərə yazmayıb, yox, bu şeir məhz Arifəyə ünvanlanıb, tarixçəsini danışacağım. Əsmər bənizli ifadəsi də bunu bir daha təsdiqləyir. Qarabuğdayı bir qız olmuşdu Arifə. Bu sevda bir ayrı sevdaydı. Ürəyin içərisində yaranmışdı, ürəyin içində də qaldı, ürəkdən çölə çıxmadı. Ondan yadigar tək bircə bu şeirdi. O şeir yaşayır və bundan sonra 100 illər boyda oxunacaq. Oxunduqca da həmişə insanları gözəl, xoşbəxt bir yayın içərisinə qaytaracaq. Və o şeiri dinləyənlərin hər biri də ömründəki hansısa bir xoşbəxt yaya qayıtmaq istəyəcək. 1994-cü il idi, əyləşmişdim Arifə xanımın yanında. Bu şeirin misralarını bir daha oxumuşdum, baxışları dumanlanmışdı. Qarşımda üzgün, xəstə bir qadın. Ancaq bu üzgün, xəstə qadın həm də o misraların içərisindəki əsmər bənizli 17 yaşlı Arifə idi. Arifə xanım danışır, o yayın içindəyəm. Yada salırdı ki, bir də görürdün axşam saat 10-da filanda Rəsul dedi ki, gəlin gedək dənizə. Yığışardıq, hamımız dəstəklə gedərdik. Arifə xanım o gecələri təsvir edirdi. Xəzərin ay işığında bərk vuran ləpələri, Müşfiq, Ənvər, Rəsul, digərləri baş vurublar dənizə. Onların hər birinin içində həyat elə bu dəniz kimi qaynayır, dalğalanır. Arifə xanım bunu da söyləyirdi ki, anası İmmi xala yumşaq bir qadınmış. Ancaq xalası, Rəsulun anası Məryəm xanım ötkən qadınmış. Deyir, yenə bir dəfə axşam saat 10-u keçəndən sonra dənizdə idik, çimirdik orada. Bir də gördük ki, Məryəm xala gəlib dənizin sahilinə. Bizi bərkdən anladı ki, uşaqsınız, gecənin bir aləmində niyə dənizə gəlmişsiniz? Rəsul qayıtdı ki, bu qədər adamıq, bizə nə olacaq? Məryəm xanım təkid elədi ki, necə yəni nə olacaq? Hadisə bir dəfə olur, yığışın, qaydırıq evə.
O dəniz söhbətini Arifə xanım belə yekunlaşdırırdı ki, Məryəm xalanın belə təpinməsindən sonra daha dənizə gecə gedişləri olmadı. Ancaq o səhnələr də ötüb getmədi, qaldı Müşfiqin şeirinin içərisində. Yenə o bağ olaydı, sevdalar ölkəsində, o söyüd kölgəsində, incə qumlar üstündə yenə verib baş-başa, yayı vuraydıq başa. Günlərimiz keçəydi qızğın fərəhlər kimi, dolu qədəhlər kimi. Yarpaqlar arasından uzadaraq əlini, oxşayaraq telini, gecələr daryaydı saçlarını ay gözəl. Sən gözəlsən ay gözəl. Əllərində əllərim, gözlərində gözlərim, asılaydı sözlərim könlünün qulağından bir qızıl tana kimi, günəş doğana kimi. Amma Arifə xanım söyləyirdi ki, dənizsiz də qala bilmirdik. Daha gecə getməklərinin arası kəsilsə də, bir səhər dan yeri təzəcə qızaranda, bir də axşamüstü gedərdik dənizə. Və 1936-cı ilin nağıla bənzəyən gecələrinin içərisindən çıxmış yenə o bağ olaydı şeiri Arifənin əlinə yalnız sentyabrda, dərslər başlanandan sonra gəlib çatır. O, universitetin biyologiya fakültəsində oxuyurdu. Universitet o zamanlar indiki İstiqlaliyyət küçəsində yerləşirdi. Məmmədxanlıların evi isə içəri şəhərdə idi. Universitetdən çıxarmış, enərmiş küçə aşağı, burada Sabir heykəlinin yanından qalxarmış yuxarı, girərmiş içəri şəhərə, yollanarmış evlərinə. Müşfiq isə o çağlarda Azərnəşirdə işləyirdi. Arifə xanım deyirdi ki, hər gün dərsdən çıxanda elə İsmailiyyənin yanında rastlaşardım Müşfiqlə. Müşfiq dərhal qaydardı ki, nə xoş təsadüf. Mən də burada Azərnəşirdən işdən çıxmışam, sən də orada universitetdən gəlirsən, rastlaşdıq yenə, nə yaxşı səni gördüm. Arifə xanım bunu da söyləyirdi ki, o vaxt 17 yaşım vardı. İndiki qızlara baxma, biz uşaq kimi idik, çox şeyləri ağlım kəsmirdi. Üstündən illər keçəndən sonra anladım ki, biz orada heç də təsadüfən qarşılaşmırıqmış. Müşfiq hansı saatdə dərsdən çıxmağımı, bura gəlib çatacağımı bilirmiş, ona görə burada mənlə rastlaşırmış. Növbəti dəfə bu Sabir bağının yanında rastlaşanda mənə çıxardıb bir dəftər vərəqi verdi. Soruşdum ki, bu nədir? Dedi, heç, evdə oxuyarsan. Deyir, mən də həmin vərəqi qoydum əlimdəki kitabın arasına, gəldim evə. Heç yadımdan çıxmışdı. Bir də xeyli keçəndən sonra yadıma düşdü ki, Müşfiq mənə belə bir vərəq vermişdi. Açdım, başladım oxumağa. Gördüm ki, elə arxada qalan yayı yazıb. Bizim bağda keçirdiyimiz günlərin şəklidir bu şeir. Yenə o bağ olaydı, yenə o qumlu sahil, sular ötəydi dil-dil. Saçın kimi qıvrılan dalğalara dalaydım, dalıb ilham alaydım. Əndamını həvəslə qucaqlarkən dalğalar, qəlbimdə qasırğalar, fırtınalar coşaydı, qısqanclıqlar doğaydı, məni hirsim boğaydı, cumub alaydım səni dalğaların əlindən, yapışaydım belindən. Xəyalımız üzəydi sevda dənizlərində, ləpələr üzərində. İlhamımın yelkəni zərrin saçın olaydı, sular xırçın olaydı. Unudulmaz şairimiz, ədəbiyyatşünasımız Gülhüseyn Hüseynoğlu həyatının böyük hissəsini Müşfiqin yaradıcılığını öyrənməyə, onun irsini təzədən insanlarımıza çatdırmaqla məşğul oldu. Gülhüseyn Hüseynoğlu'nun özünün də həyatı narahat alınmışdı. 1940-cı illərin sonlarında bir dəstə dəliqanlı məsləkdaşı, dostları ilə birgə o da həbs olunmuşdu, Sibirə sürgün edilmişdi. Universitetdə dərs deyirdi, mənsur şeirlərini yazırdı, məqalələr dərc etdirirdi. Ancaq onun həyatını dolduran ən vacib güclərdən biri ömrünün sonunacan elə Müşfiq oldu. Söz yalnız vaxtına çəkməz, elə yerinə çəkər. Günlərin birində burada Müşfiqə həsr olunmuş bir toplantıydı. Gülhüseyn Hüseynoğlu'nu da təbii ki çağırmışdım, yuxarı başda oturmuşdu. 1980-ci illərin bitəcəyi idi. Müşfiqin növbəti yuvarlaq il dönümü gəlmişdi. O vaxtlar çox məşhur olan Bakı Axşam qəzetində yenə O bağ olaydı şeirinin tarixçəsi ilə bağlı bir yazım dərc edilmişdi.
Əlbəttə, həmin yazının içərisində adları gizlətmişdim. Arifə söhbəti də yox idi orada. Bu söhbətləri birinci dəfə mənə açan, yenə o bağ olaydı şeirinin məhz Arifəyə həsr edildiyini deyən Həbibə xanım olmuşdu. Ancaq and verdirmişdi ki, bir kimsə bilməsin, Ənvər duyuq düşər, öldürər bizi. Mən də sözə, vədimə əməl etmişdim, ad yazmamışdım. Yalnız üstündən illər keçəndən sonra artıq Həbibə xanımın da, Arifə xanımın da, Ənvər müəllimin də həyatda olmadığı günlərdə əsl həqiqəti hər kəsin öz adı ilə yazdım. Və danılmaz sübutum da onların səsləridir. Özləri gediblərsə də canlı səsləri maqnitofon lentinin yaddaşında qalır. Yenə o bağ olaydı şeiri ilə əlaqədar məqaləni oxumuş Gülseyin Hüseynoğlu məndən çox israrla xahiş elədi ki, axı o şeiri kimə həsr eləyib, onu aç mənə, söylə. Bunu da bir mütəxəssis kimi dedi ki, bilirəm, əminəm ki, həmin şeir Dilbərə həsr edilməyib. Ancaq indiyə qədər müxtəlif vaxtlarda 6 qadın mənə deyib ki, o şeir mənə həsr olunub. Ancaq deyir, heç bir nədə inanmamışam. Sən yazdıqların isə məni inandırır. Mən də Gülseyin müəllimin çox etibarlı, həyatın sınaqlarından keçmiş, sözü bütöv bir adam olduğunu, elə bir vaxtlar Həbibə xanımın mənə etdiyini etdim. Həmin sirri Gülseyin müəllimə açdım, amma rica etdim ki, bir kimsə bilməsin. Və artıq bəlli olan həqiqətin mənzərəsi ilə şeiri bir də yaddaşında tutuşdurandan sonra qayıtdı ki, hə, inandım. Gecələr sayrışarkən ulduzlar lalə kimi, işıqlar jalə kimi, çilənib dağılarkən ətrafa damla-damla, ən yaxın bir adamla nə gözəldir dinləmək suların nəğməsini, təbiətin səsini. Nə gözəldir dolaşmaq isti yay fəsillərin bu sərin sahilləri. Nə gözəldir səhərlər bizim böyük ruhumuz, aşıb daşan duyğumuz. Sulardakı şəklinə baxaraq ləzzət almaq, bu mavi şeirə dalmaq. Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək, bəzən hürküb çəkinmək. Hər dalğa bir kişniyən bəyaz yallı at kimi, bizim bu həyat kimi. Günlər vardı ki, dünya onlar üçün elə kişnər bir at kimi idi. Həyat onlar üçün elə bir nəğmə kimi idi. Ömürgün onlar üçün gözəl bir qızın elə dənizin dalğalarında əks olunan surəti kimi idi. Hamısını əllərindən aldılar. Vətənimdir, 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 vətənim. Vətənimdir, 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 vətənim.